Salam əziz abituriyentlər, buraxılış imtahanına hazırlaşan məzunlar və şagirdlər, hər birinizi xoş gördük. Buraxılış imtahanı 11-ci siniflər üçün buraxılış imtahanının vaxtı təxmini belə olacaq. 1 mart həftə sonudur, 8 mart həftə sonudur, 15 mart həftə sonudur. Burada 8 mart qeyri-iş günü, yəni beynəlxalq qadınlar günü olduğuna görə qeyri-iş günüdür. Yəqin ki, imtahan ya 1 mart və 15 mart, yəni 2 zona üzrə olanda bu iki tarixin ərası bir olacaq. Bir də həftə sonu 22 Martda düşdüyünə görə 22 Martda Novruz bayramıdır. Yəni qeyri-iş günüdür ölkədə. Bu üç tarixdən ikisində olacaq imtahan vaxtı. 8 Martda da təbii ki, qeyri-iş günü hər hansı bir gündən əvəz edə bilsələr. Biz imtahan öncə necə hazırlaşmalıyıq? Sayılı günlər qalıb, 2 ay yarım, 3 aydan bir az vaxt qalıb. Azərbaycan dilində çalışın. Hər gün bir bədii mətn və bir publistik mətn işləməklə ümumilikdə 2 mətn işləyin ki, imtahana daha sağlam, daha rahat hazırlaşmış olasınız. Hər birinizə uğurlar arzu edirəm və bölməsində kimin nə sual olsa yazır.